Salam, hər vaxtınız xeyir. Mən Riyaziyyat müəllimi Sənan Vəliyev. Bu gün sizlərlə lise və gimnaziyaları qəbul sınağı 2-nin 6-cı sinif üzrə riyaziyyat suallarının izahını təqdim edəcəm. Gəlin vaxt itirmədən sualların izahına baxaq. Kim əgər PDF əldə etmək istəyirsə 051 595 1091 nömrəsini WhatsApp-na yaza bilərlər. Deməli, gəlin baxaq sualların izahına. Deyir, A2B ədədi rəqəmlərin müxtəlif 3 rəqəminin natural ədəddir. Bu ədədin 9-a bölünməsindən alınan qalıq 5-dir. Bu şərti ödəyən neçə natural ədəd var? Baxın, A2B rəqəmlərin müxtəlif natural ədəddir. Belə deyək, bu ədədin 9-a bölünməsindən. 9-a bölmək üçün ədədlərin cəmi 9-a bölünməlidir və qalıqda da elənməlidir 5. Əgər bu ola bilər, biz natamam qismətə 0 verək. Natamam qismətə 0 verəndə A üstə gəl 2 üstə gəl B bərabər olur 5-ə. Onda A ilə B-nin cəmi olur 3. Biz A-nın yerinə 2 yaza bilmərik. Çünki deyir rəqəmləri müxtəlif. Çünki A B-dən fərqli olmalıdır. O da 2-dən fərqli olmalıdır. Deməli, onda mən bura məcbur A-nın yerinə 3, B-nin yerinə 0 yazacağım və birinci ədədim 320 olacaq. Tərsi mümkün deyil. Yəni A-nın yerinə 0 yazma mümkün deyil. Çünki 0 ilə başlayan 3 rəqəmli ədədim olmağı mümkünsüzdür. Sonra bura 1 yazsam, A üstə gəl 2 üstə gəl B bərabər olacaq 14-ə. Onda A ilə B-nin cəmi bərabər olacaq 12-ə. Onda biz başlasaq bura A-ya 1 verməyə, ən kiçik qiymətdən başlasaq, B olar 11. Belə bir şey də mümkün deyil. Çünki biz həmişə demişik ki, əgər A 2, B 3 rəqəmli natural ədəddirsə, deməli A da B də bir rəqəmli ədəddir. Ona görə 3 yazıram, sonra bura olur 9. Sonra yazıram 4, bura olur 8, 5, bura olur 7, 6 yaza bilmərəm, bərabərləşəcək. Onda olur 329, 923, daha sonra 428, 824, daha sonra 527, 725, 2, 4, 6, 7 dənə ədəd olmuş olacaq. Bir də bura 2 yazsaz, məsələn, görsəz ki, yəni niyə görə 2-ni yoxlamıram? Çünki A üstə gəl, B üstə gəl 2 bərabər olacaq 23-ə. Onda A ilə B-nin cəmi bərabər olacaq 21-ə. Ən böyük ədəd, belə deyək də, 9 belə gətirib yerinə qoysam, bunun cəmi 18 eləyir. 21 eləməsi üçün bura A ilə B-nin yerinə mütləq 2 rəqəmli ədəd qoymalıyım. Daha bundan sonra 2-dir, 3-dür, natamam qismətə qoymağa ehtiyac olmayacaq. Cəmi 7 dənə ədəd eləyir. Yəni C variantı. 22-ci sualda 1,4 kəsrinin hansı hissəsi, yəni 4-də 7 kəsrinin hansı hissəsi, yəni hansı x-a vuranda cavab eləyir 12-də 7. X-i tapmaq üçün 12-də 7-ni bölürük 4-də 7-yə. Onda 12-də 7 olduğu kimi qalır. 4-də 7 də tərsinə çevrilir, olur 7-də 4. İxtisar gedəndə cavab eləyir 3-də 1, yəni A variantı. Daha sonra 23-cü test tapşırığında bilirik kənar ədlənin hasili orta ədlənin hasilinə bərabərdir. 5-də 12 vurulsun 3-də 1 bərabərdir. 1,6 vurulsun x-a. İxtisar gedir 4, 0,8 bərabər olur 1,6 x-a. X bərabərdir 0,8 bölünsün 1,6-ya. Cavab eləyir 2-də 1. Yəni doğru cavab olur B variantı. Deməli, doğru cavab oldu B variantı. Aha. Daha sonra baxırıq 24-cü test tapşırığına. 0,95-i 0,6-ya böləndə hər tərəfi 100-ə vuranda eləyir 95 bölünsün 60. Çıxılsın. Bu eləyir 80 bölünsün 125. Bu eləyir 16 bölünsün 16-da 13. Deməli, mən bunları orta məxrəcə getirmək üçün hər tərəfi ən yaxşı versiyada bunu 4-ə vuraram, bunu 3-ə vuraram, bunu da vuraram 15-ə. Çünki orta məxrəc olar 240. Bu olacaq 240-da 95-i vursam 4-ə, eləyəcək 380. Daha sonra 240-da bu olacaq 375. Üstə gəlinsin 240-da 13-ü götürüb vursam 15-ə, bu eləyəcək 195. Bu da eləyəcək 240-da 200. İxtisarı da aparsam 40-ı ixtisar getsə aşağıda qalacaq 6, yuxarıda qalacaq 5. 6-da 5. Daha sonra 6-da 5-i bölsəm 100-də 125-ə. Birinci kəsir olduğu kimi qalacaq. İkinci kəsir olacaq 125-də 100. 25-i ixtisar gedəndə 4, 25-i ixtisar gedəndə 5. Bu da eləyir 6-da 4, yəni 3-də 2. Doğru cavab olur C variantı 3-də 2. Daha sonra deyir, hansı ədəd 12-də 7 ilə 8-də 5-in aralığında yerləşmir?
Yerləşmir deyirsə götürüb 7-yi bölün 12-yə. Eləyəcək 0,58 hardasa x. Daha sonra 5-i də bölürük 8-ə, onluq kəsirə getiririk. 0,1000-də 625 eləyir. Bunların hər birini onluq kəsirə çevirirəm. Məsələn 11-i götürüb bölürəm 8-ə. Eləyib 11-i 8-ə böləndə 11-i götürüb bölürəm 18-ə daha doğrusu. Eləyir 0,61. Bu aralıqda yerləşir. Daha sonra 19-u bölürəm 32-yə. Eləyir 0,59 aralıqda yerləşir. 29-u götürüb bölürəm 48-ə. Eləyir 0,6 hardasa. Bu da bu aralıqda yerləşir. Amma 22-ni götürüb 33-ə böləndə cavab eləyir 0,66 hardasa da, yəni davamda var. Bu artıq 0,1000-də 625-dən böyük olduğu üçün bu yerləşə bilməz bu aralıqda. Doğru cavab olur D variantı. Hansı sinifdəki rəqəmlərin cəmi böyükdür? Birinci təkliklər sinifi, sonra minliklər sinifi gəlir, sonra milyonluqlar sinifi gəlir, daha sonra isə milyardlıqlar sinifi gəlir. Deməli, milyardlıqlar sinifinin rəqəmləri cəmi eləyir 10, bulburu sinif 6, digər sinif 12, axırıncı sinif isə rəqəmləri cəmi 17 eləyir. Rəqəmləri cəmi sadəcə təkliklərinki daha böyükdür, yəni A variantı. Bizə 2m çıx 2,5 n bərabərdir 6 verib. Bunun hər tərəfini 4-ə vursam əgər, eləyir 8m çıx 10n bərabərdir 24-ə. Elə bunun yerinə getirib 24-ü yazsam, 24 bölünsün 8 cavab eləyir 3, yəni A variantı. Daha sonra 28. Bir sinifdəki şagirdlərin 30% oğlandır. Yəni 0,3x oğlandır, 0,7x qızdır. Bu oğlandır. Bu isə qızdır. Daha sonra deyir ki, oğlanların 3də 2-si şahmatı sevir. Yəni 0,3x-in 3də 2 hissəsi, yəni 0,1x şahmatı sevir. 0,7x-in də 5də 2 hissəsi, 0,7-in 5də 2 hissəsi, yəni 0,7-ni vururam 2-yə, bölürəm 5-ə, eləyir 0 tam, deməli, burada 0,2. Bunu 0,1 yazmışam çaşıb. Çünki bunlar ixtisar gedəndə 0,1, 2-yə də vuranda 0,2. Bu da eləyir 0,28x. İndi şahmatı sevənlərin sayı 0,2x oğlanlardandır, 0,28x qızlardandır. Yəni cəmi 0,48x-dir. Ümumi sinif x-dırsa, x-ə bölüb vururam 100-ə faizə çevirmək üçün. Cavab eləyir 48%, yəni D variantı. Daha sonra bizə deyir K ədədi 3də 8, 5də 12, 7də 15 ədədlərinin hər birinə bölündükdə qismətdə natural ədədlər alınır. Yəni K-nı götürüb bölürəm 3də 8-ə, yəni K vurulur 8də 3-ə. K-nı 12də 5-ə bölən, 5də 12-yə böləndə K vurulur 12də 5-ə. K-nı belə deyək, 7də 5-ə böləndə 15də 7-yə vurulur. Bizdə K-nı bu ədədlərə böləndə cavab natural ədəd eləməsi üçün K həm 8-ə, həm 12-yə, həm də 15-ə bölünən ədəd olmalıdır. Ən kiçik dediyi üçün 8, 12, 15-in əkobu tapılır. Əkobu. Bu da bərabər olur 120-yə. 120-nin də rəqəmləri cəmi eləyir 3, yəni A variantı. Daha sonra xəritədə iki şəhər arasındakı məsafə 12 sm-dir. Miqyası 1-in, deməli, bu nədir? 3 dənə 0. 1.500.000-dir miqyas. Bizə deyir ki, bu şəhər arasındakı həqiqi məsafə neçə kilometrdir? Bilirik ki, plandakının həqiqiyə olan nisbəti bərabər olur miqyasa. Onda 3 dənə 0 yazıram. Plandakı, yəni xəritə şəkli 12 sm-dirsə, 12 sm bölünsün həqiqi ölçü bərabərdir 1 bölünsün 1.500.000-ə. Bunu deməli çarpaz vursam h bərabər olacaq 12 vurulsun 1.500.000-ə. Biz bunu cavabı santimetrlə alacağıq. Biz bu cavabı kilometrə çevirmək üçün mütləq şəkildə 10-a bölsəm desimetrə keçir. Bir dənə də 10-a bölsəm metrə keçir. 1000-ə də bölsəm keçir kilometrə. Yəni 12-ni ən axırda vursam 15-ə cavabım eləyəcək 180 kilometr. Yəni B variantı. 31-ci sual. 205 ədədi 1,3 və 1,4 ədədləri düz mütənasib hissələrə bölün. Düz mütənasib hissələrə bölündürsə 1,3, yəni 3də 5K və 4də 7K.
Düz mütənasib hissələrə bölüm deyəndə, yəni bunların cəmi 205 olsun. 3-də 5K üstə gəlinsin. 4-də 7K bərabərdir 205-ə. Deməli, bunu vuraram 4-ə, bunu vuraram 3-ə. Bu eləyir 12-də 20K üstə gəlinsin 21K bərabərdir 205-ə. 41K bölünsün 12 bərabərdir 205-ə. Buradan da K-nı tapmaq üçün 205-i vuracam 12-yə, böləcəm 41-ə. İxtisar gedəndə 5, 12-yə vuranda eləyir 60. Deməli, biri olacaq 60-ı 3-də 5-ə vuranda 100, 60-ı götürüb vuranda bu da 105. Bunlar arasındakı fərq 105-dən 100 çıxanda eləyəcək 5, yəni A variantı. Daha sonra A və B qarşılığı sadə ədədlərdir. Qarşılığı sadə ədəddirlərsə A-nı B-yə böləndə cavab eləyib 1000-də 888. Bunu 4-ə ixtisar apararam. Eləyər 250. Burada da qalar 222. Daha sonra bir dənə də 2 ixtisar apararam. 111, 125. Bizə deyir ki, daha ixtisar getmir də. Yəni bunlar daha heç biri ixtisar getmir bir-biri ilə. Qarşılığı sadə ədəd o ədədə deyilir ki, ən sona qədər ixtisar getsin. Daha ixtisar getmirsə 125-dən 111-i çıxaram, eləyər 14. Doğru cavab olar C variantı. Daha sonra 33-cü sual. Perimetri 102 cm olan düzbucaqlığın eni uzunluğunun 12-də 5 hissəsinə bərabərdir. Eni uzunluğunun 12-də 5-ə. Məsələn, tutaq ki, uzunluq 12 x-dırsa, n onun 12-də 5-i, yəni 5x-ına bərabərdir. Perimetr deyəndə 12x-la 5x toplanılıb 2-yə vurulur, olur 34x bərabərdir 102-yə. Onda x bərabərdir 3-ə. Deməli, eni 15-dir, uzunluğu 36-dır. Sahəsini tapmaq üçün də 36-nı vururuq 15-ə. 36-nı 15-ə vuranda, 36-nı vururuq 15-ə. Eləyir nə? 540, yəni doğru cavab olur D variantı. Daha sonra bizə deyir ki, Əkob AB bərabərdir 54-ə, Əbob AB bərabərdir 1-ə. Hə, burada belə bir şey var ki, əgər Əbob AB 1-dirsə, deməli A ilə B qarşılıqlı sadə ədəddir. Normalda Əkob AB də bunların hasilinə bərabərdir, yəni 54-ə. A ilə B qarşılıqlı sadə ədəddir, hasili də 54-dürsə, ya A 1 olar, ya 54 olar, ya 2 olar, ya 27 olar. Yəni 2-ni 27-yə vuranda da 54-ü bir belə deyək yaza bilərik. Ya 54 belə deyək 318 olar, amma 318 yaza bilmərəm, çünki 3 ilə 18 qarşılıqlı sadə ədəd deyillər. Daha sonra belə deyək 6-9 ola bilər, o da qarşılıqlı sadə ədəd olmadığı üçün doğru sayılmır. Ən kiçik rəqəmləri cəmi, yəni A ilə B-nin cəmi ən kiçik olması 2 ilə 27, yəni cəm eləyir 29 C variantı. 0,25 ədədinin 25%. 0,25-i vururam 25-ə, bölürəm 100-ə. 0,25-i 25-ə vuranda eləyir 6,25. Onu da 100-ə böləndə eləyir 0,10.625, yəni A variantı. Daha sonra burada A bərabərdir 5K-ya. Burada B bərabərdir 8K-ya. Digər misalda isə B 6K-dır. C 7K-dır. Eyni bir ifadə daxilində bir dəfə B başqa bir ifadə, məsələn 8K, bir dəfə 6K ala bilməz. Ona görə bunun hər tərəfini vururam 3-ə, bu olur 15K, bu olur 24K. Bunun da hər tərəfini vururam 4-ə, bu olur 24K, bu olur 28K. İndi bizə deyir ki, A üstə gəl, B üstə gəl, C, yəni 15K üstə gəl 24K üstə gəl 28K bərabərdir 201-ə. Onda bunları toplayanda 24 üstə gəl 28 üstə gəl 15 bərabərdir 67. Yəni 67K bərabərdir 201-ə, K bərabərdir 3-ə. K 3-dürsə əgər A-nı deyir tap. A eləyir 15K, yəni 45. Doğru cavab olur B variantı. 37. Ədədi ortası 22 olan 5 ədədə hansı ədəd əlavə etsək, bu 6 ədədin ədədi ortası 28 olar. Deməli, 5 ədədin ədədi ortası 22-dirsə, 5-i vururam 22-yə. 5-i 22-yə vuranda eləyir 110. 6 ədədin ədədi ortası, yəni bu 110-un üstünə nəsə əlavə olunub, olub 6-cı ədəd. 6 ədədin də ədədi ortası 28 eləməlidir. 6-nı 28-ə vururam, eləyir 168. 168-dən də 110-u çıxıram, eləyir 58. Doğru cavab olur D variantı. 2 tam 2-də 1. 2 tam 2-də 1, 2-də 5-dir. Bununla qarşılıqlı tərs ədəd 5-də 2-dir. Yəni sürətlə məxrəcin yerini dəyişirik. Bu da 0,4-dür. Yəni B variantı.
39. Aşağıdakı bərabərsizlikdə n-in yerinə yazıla biləcək ən kiçik natural ədəd. Orta məxrəcə getirirəm. Orta məxrəc həm 12-yə, həm 15-ə bölünən bir ədəd olmalıdır. Bunu vuraram 4-ə, bunu vuraram 5-ə. Eləyəcək nə? 60-da 9n böyükdür 1-dən. Onda 60 deməli bunu hər tərəfinə elə bilin ki 1-1-dir. Çarpaz kimi vursam 60 9n-dən böyük olacaq, kiçik olacaq. Onda hər tərəfi də n böyük olacaq, 60 bölünsün 9-dan. Yəni 6 tam nə qədər? 6 tam nə qədərdən böyük olan ən kiçik natural ədəd elə 7-nin özüdür. Yəni 7 olacaq. Daha sonra qonşu bucaqların dərəcə ölçüləri 1.5-in 3.5-dirsə, deməli 1.5k, biri də 3.5k-dır. Cəm 180 dərəcədir. Onda toplayanda eləyir bu 5k bərabərdir 180 dərəcəyə. K da bərabərdir 180-i, deməli götürüb bölürük 5-ə, cavab eləyir 36 dərəcə. 1.5-i vururam 36-ya, eləyir birinci 54 dərəcə. Digəri isə 3.5-i vursam 36-ya, eləyir 126 dərəcə və ya elə belə deyək də 180-dən çıxa bilərdik. Bizdən kiçik bucaq istəyir, cavab 54 dərəcə. Bu günlük bu qədər. İnşallah kim PDF istəyirsə 051 595 1091 nömrəsinin WhatsApp-ına yaza bilər. Sağ olun, salamat qalın.